Bakı şəhərində mikromobillik infrastrukturunun qurulması məqsədilə 3 mərhələli konseptual plan hazırlanmışdır və 2023-cü ilin sonlarından icrasına başlanmışdır. Bu məqsədlə 35 küçə üzrə 39 km uzunluğunda mikromobillik yolları təşkil edilmişdir. 484 məntəqədə mikromobillik parklanma yerləri təşkil edilmişdir. 78 məntəqədə velosipedlərin parklanması üçün dəmir konstruksiyalar quraşdırılmışdır. Mikromobillik zolaqlarından təhlükəsizliyin təmin edilməsi məqsədilə zolaqlar boyu müvafiq yol nişanları, eləcə də lövhələr quraşdırılmışdır. 2000-dən artıq təhlükəsizlik sədləri də yerləşdirilmişdir. Mikromobillik zolaqların keçdiyi nizamlanan yol kəsmələrində, işıqfor dirəklərində 86 velosiped bölməsi yerləşdirilmişdir. 2024-cü ildən velosiped icarəsi xidməti tətbiqinə başlanmışdır. Bakı şəhərində operatorlar tərəfindən icarəyə verilən mikromobillik vasitələrinin sayı təxminən 4760 təşkil edir. Bunlardan 77%, 4000-dən çoxu skuterlərdirlər, 23% velosipedlərdir. Velosiped sayı təxminən hal-hazırda 900-ə bərabərdir.